Hamını salamlayıram əziz dostlar. Bugün 26 Mart 2026-cı il, havanın temperaturu 20 dərəcə. Mən sizə ikinci mənzil videomu təqdim edəcəm. Bu dəfə sizə Alanya Mahmudların ən böyük populyar yaşayış komplekslərindən birini təqdim edəcəm. Görürsünüz, bu lotka şəklində olan balkonları olan sitədir. Baxın, bura demək olar ki, bu ərazi, bu yaşayış kompleksinin giriş hissəsidir. Maşınla giriş. Solda park var. Həm də 23 Nisan parkı adlanır bura. Dənizə məsafə hardasa buradan 300-350 metr məsafədir. Dəniz görsənir. Sol tərəfdə isə Salı Pazarı var. O da hardasa 200-250 metr məsafədədir. Və yaşayış kompleksi çox böyükdür. Çox infrastrukturası var. Yəni çox maraqlı infrastrukturası var. İndi hamısını göstərəcəm və içəri daxil oluruq. 6 blokdan ibarətdir. 6 blok və bu əraziləri sizə göstərəcəm. Baxın, biri oradadır, digərləri o tərəfdə. Böyük hovuzlar, qapalı hovuz və s. Və burada sizə 3 otaqlı satışda mənzilimiz var. Həmçinin 2 otaqlı mənzil var. Mən 3 otaqlını göstərəcəm. Bu ərazilərdə hər yerdə maşınınızı park edə bilərsiniz. Video biraz uzun çəkə bilər. Tam videoya YouTube'dan baxa bilərsiniz. Baxın, necə gözəl uşaq parkı var. Baxın, çox böyük uşaq parkıdır. Yaşıllıq. Bizim mənzilimiz ana korpusdur. Burada əsas korpus var, yuxarıdadır. Bu binanın arxasında. Bizim mənzillərimiz oradadır. Yəni ən yaxşı korpusdadır. Bu hissədə hətta belə bir dayanacaq da var. Və burada bloklar haqqında məlumat verilir. Hamısı burada göstərilir oxlarla. Mən isə sol tərəfə doğru gedirəm. Çünki qarşıda tenis kortu var. Onu göstərmək istəyirəm. Bax, burada parkın kompleksə aid olan tərəfdən girişidir. Buralarda hər yerdə maşınınızı park edə bilərsiniz. Bu hissədə çox böyük hovuz var, onu da göstərəcəm. Hər tərəfdə burada belə gözəl begonvillərə və palma ağaclarına rast gəlirik. Çox baxımlı sitədir. Onu da deyim ki, burada aidat 70 avrodur. Mənzillər həm 2+1, həm 1+1'lər üçün 70 avrodur. Deməli, əziz dostlar, gəldik tenis kortunun önünə. Bura bağlıdır. Baxın, böyük profesional, gözəl profesional tenis kortu. Bu, bəlkə də Alanya'da olan ən profesional, ən böyük tenis kortlarından biridir. İndi isə çox böyük ümumi hovuzu sizə göstərəcəm. Doğrudan da çox böyükdür. Hardasa bir 50, 60, 70 metr uzunluğu var hovuzun. Artıq hovuzun suyunu doldurublar. Orada restorandır, məşhur Bohozon, mənim də videom var. Bizim dairələr ana blokdadır. Oranın qapalı parkingi var, öz şəxsi hovuzları var, onu da göstərəcəm. Ona görə dedim, biraz video uzun sürə bilər. Bəli, binanın yaşına gəldikdə kompleksin yaşı 10 yaşdan yuxarıdır. Amma bir o qədər də populyardır. Hardasa 10-12 yaşı var bu yaşayış kompleksinin. Əvvəl əlbəttə ki, Alanya'nın ən böyük, ən gözəl tanınmış komplekslərindən biri idi. İndi də elədir. Amma indi daha yeni müasir yaşayış kompleksləri tikildiyinə görə bura biraz arxa planda qalıb. Amma qiymətlər çox uyğundur. 1+1 də, 2+1 də qiymətlər çox yaxşıdır. Bu cürünə yaşayış kompleksi, bu cürünə infrastruktura və qiymətlər çox yaxşıdır. İndi içəri daxil olub qapalı hovuzu və s. göstərəcəm sizə. Burada suyun içində bar qismi də var. Daxil olaq qapalı infrastrukturanın olduğu bölmə sağ tərəfdə VC-lərdir. Bugün bazartesi olduğuna görə bazartesi bu yaşayış kompleksində təmizlik işləri aparılır. Ona görə Türk hamamı bağlıdır. Nə açıqdırsa mən ona göstərəcəm. Burada saunadır. Saunaya daxil olaq. Soyunma giyinmə otaqları. Burada bizdə saunadır. Açıram. Sauna böyükdür, çalışır, hal-hazırda istidir.
Qəşəng səliqəli bir saunamız var burada. Davam edirik. Sol tərəfdə fitness. Böyük fitness zal. Yəni nə lazımdırsa burada var. Qəşəng pəncərə açıq, kondisioner, hər şey, şərait yaxşıdır. Və gəldik, çıxdıq hara? Qapalı hovuzun olduğu yerə. Bu Mahmudların, Alanya'nın ən böyük qapalı hovuzlarından biridir. Məndən arkada duş kabinlər. Və baxın, çox böyük bir hovuzdur. Oradan da Alanya'da, Mahmudlarda ola biləcək ən böyük hovuzlardan biridir bura. Və bir çox korpusun burada şəxsi qapalı park yeri də var. Bizim korpus buradır, bayaq göstərmişdim. Bizdə isə yeraltı parking var. Və yuxarı gəlmişkən Bohozon restoranı tam bu yaşayış kompleksinin mərkəzində fəaliyyət göstərir. Buyurub burada gələ bilərsiniz. Hər kəsə açıqdır. Mənim videom var. Çox gözəl, zövqlü, baham stilli bir yerdir. Və daxil oluruq bizim satışda olan mənzillərin olduğu korpusa. Baxın necə gözəl yaşıllıq, gözəl ərazi. Açıq hovuzlara tərəf gedirəm. Məndən solda portaqal və mandarin ağaçlarıdır. Yaşıl çəmənlik və s. Yəni bura doğrudan da mənim ən sevdiyim yaşayış komplekslərindən biridir. Burada da çox böyük hovuz var, kaydıraqlar, sürüşkənlər və s. Buranın suyu hələ doldurulmayıb. Baxın, bu hovuz da uzunluğuna və böyüklüyünə görə bundan öncəki hovuzdan heç də geri qalmır. Əksinə daha da böyükdür. Buranı bir dövrə vurub sizə göstərəcəm. Bu boyda uşaq hovuzu. Baxın. Uşaq hovuzun böyüklüyünə baxın əziz dostlar. Bəli, siz də yəqin ki, belə bir yerdə, belə bir şəraitdə yaşamaq istəyirsiniz. Mənzil qiymətləri, artıq qiyməti görürsünüz. Mən həmişə qiyməti videoda qeyd eləyirəm. İndi mənzilin özünü də görəcəksiniz. Necə gözəl mənzildir, böyük, qəşəng. Buyurun, qiymətlər düşüb. Bu mənzillərə sahib ola bilərsiniz. Bu tərəfdə isə açıq havada uşaq oynamaq üçün yer, uşaq oyun yeri. Burada baxaq. Və bir də buradan hovuzun uzunluğuna baxırıq. Çox böyük hovuzdur, çox. Bu da bizim sürüşkənlər, kaydıraqlar tüklüyündə desək. Qapalı parkinqə giriş oradandır. Artıq ora enmirəm və təklif edirəm, artıq qalxaq mənzilə, mənzilimizlə tanış olaq. Daxil olduq yaşayış kompleksinə və liftə tərəf gedirik. Belə bir uzun koridor bizi aparır lift olan yerə. 3 dənə lift var korpusda, amma əvvəlcə liftə daxil olmadan öncə sizə korpusun içini görsədim. Baxın, bu şəkildədir. Bəli, bura yaşayış binasıdır. 6 dənə korpusdan ibarət olan yaşayış kompleksinin bir korpusudur. Hansı ki, bizim burada satışda mənzilimiz var. İndi isə qalxırıq mənzilə. Biz artıq mənzilimizin olduğu qatdayıq. Əziz dostlar, mən artıq mənzilə daxil oldum. Baxın, çox gözəl mənzildir. Hal-hazırda mənzil sahibləri evdə yaşayırlar. Bizim dostlarımızdır. Və bu ev hardasa 115-120 kvadrat metrdir. Amerikan mətbəxli, bura salondur. Çox gözəl. Evi niyə satırlar? Çünki köçürlər, başqa ölkəyə getmək istəyirlər və ona görə evi satırlar. Ev çox səliqəli, baxımlı. Yəni insanlar özləri yaşayacaqlar deyə. İki sanuzul, bir böyük balkondan ibarətdir. İndi balkonu da buradan göstərəcəm sizə.
Baxın necə gözəl, qəşəng balkonu var. Önü tam olaraq açıqdır. Baxın, önü tam olaraq açıqdır. Gözəl hava işləyir burada, yəni hava dövr eləyir. Çox böyük balkonu var, qəşəng səliqəli masalar, yerlənəcək və böyük salon. İndi isə digər otaqları da göstərim. Və burada bir ümumi sanuzoldur böyük. Bir dənə otaq sağ tərəfdə. Ev əşyalı olaraq satılır. Əşyalar qalacaq. Və daxil oluruq növbəti otağımıza. Burada 2 nəfərlik yataq, pəncərə, televizor. Çox səliqəli evdir. Bu tərəfdə isə belə bir yer var. Burada növbəti sanuzu. Və belə bir qardirob. Əşyaları filan qoymaq üçün. Və bu alət də Azərbaycanlı izləyicilərə tanışdır yəqin ki. Belə, əziz dostlar, Alanya Mahmuddarda kompleksin yaşı 10-12, çox populyar, tanınmış, turistlər arasında sevilən bir yaşayış kompleksi. Dənizə məsafə 400-450 metr, 2+1 böyük dairə, böyük mənzil, 120 kvadrat metr, qiyməti 120.000 avro, bazarlıq var. Bu mənzilə sahib olmaq istəsəniz əlaqə saxlayın. Sağ olun, var olun, gələn videolarda görüşənədək.